Duzların hidrolizi, hidrolizə aid misalları həll edə bilmək üçün qüvvətli əsas və qüvvətli turşuları bilmək lazımdır. Qüvvətli əsas və qüvvətli turşulardan başqa digər əsas və turşuları zəif əsas və zəif turşu kimi götürəsiyik. Ən çox rast gəlinən, deməli, qüvvətli əsas və qüvvətli turşuları qeyd eləmişəm. Deməli, qüvvətli əsas və zəif turşudan əmələ gəlmiş duz hidrolizə uğradıqda mühit qələvi, zəif əsas qüvvətli turşudan əmələ gəlmiş duz hidrolizə uğradıqda mühit turş olur. Qüvvətli əsas və qüvvətli turşudan əmələ gəlmiş duzlar və sudəlli olmayan duzlar hidrolizə uğramır, mühit neytral olur. Zəif əsas zəif turşudan əmələ gəlmiş duzlar hidrolizə uğradıqda mühit neytral olmuş olur. Deməli, əsas tərəf qüvvətli olduqda mühit qələvi, turşu tərəf qüvvətli olduqda isə mühit turşu olur. İndikatorlardan lakmus, bənövşəyi lakmus qələvinin təsirindən və yaxud da qələvi mühit yaradan duzun təsirindən göy rəngi alır. Turşunun və turş mühit yaradan duzun təsirindən də bənövşəyi lakmus qırmızıya çevrilmiş olur. İndi suallara baxsaq, birinci sualda qələvi mühit yaranar sözünü qeyd edilib. Mühitin qələvi olması üçün mütləq əsas tərəf qüvvətli olmalıdır, yəni fəal metal olmalıdır. A-da, D-də və Y-də biz fəal olmayan metalları gördüyümüzə görə doğru cavab C bəndi olmuş olacaq. İkinci sualda kalium 2, SO3. Kaliumu qüvvətli əsaslar sırasında görürük. SO3-ü qüvvətli turşular sırasında görmədiyimizə. Deməli, bu duz qüvvətli əsas zəif turşudan əmələ gəlmiş duzdur. Deməli, hidrolizindən mühit qələvi olmuş olacaq. Natrium 2, SO3, natriumu görürük, qüvvətli əsas. SO3 qüvvətli turşular içərisində olmadığına görə yenə qüvvətli əsas zəif turşudur, mühit qələvi olmuş olacaq. NH4, NO3. NH4 qüvvətli əsaslar içərisində yoxdur, ancaq NO3 qüvvətli turşular içərisində var. Deməli, bu zəif əsas qüvvətli turşudan əmələ gəlmiş duz olduğuna görə mühit turşu olmuş olacaq. Deməli, doğru cavab D bəndi. Üçüncü sualda lakmus qızarar qeyd edilib. Lakmusun qızarması üçün mühit turşu olmalıdır. Mühitin turşu olması üçün zəif əsas qüvvətli turşu olmalıdır. Zəif əsas deyirsə, deməli orada fəal metal olmamalıdır. 2 və 4'ü çıxdığımızda 1, 3 qalır. Doğru cavab D. Dördüncü sualda kalium 2, SO4. Bu kalium və SO4, yəni hər ikisi qüvvətlidir. Deməli, mühit neytral olmuş olacaq. Argentium NO3, argentium qüvvətli əsaslar içərisində yoxdur, ancaq NO3 qüvvətli turşular içərisində var. Deməli, bu zəif əsas qüvvətli turşu olduğuna görə mühit turşu olmuş olacaq. Və natrium 2, SO3. Natrium qüvvətli əsaslar içərisində var, SO3 qüvvətli turşular içərisində yoxdur. Deməli, bu qüvvətli əsas zəif turşudur. Mühit qələvi olmuş olacaq. Deməli, doğru cavab B bəndi. 5-ci sualda lakmusun qızarmasından danışır. Lakmusu ya turş mühitə əmələ gətirən duz, ya da turşu qızarda bilər. A və D bəndində turşu var. D bəndindəki turşu iyonlarına ayrılmadığına görə doğru cavab A bəndi olacaq. 6-cı sualda lakmus göyərər. Deməli, burada ya qələvi mühit ya da qələvi olmalıdır. D və Y bəndindəki duzlar qüvvətli əsas qüvvətli turşu olduğuna görə onlar hidrolizə uğramır, mühit neytral olur. C bəndindəki turşudur. Burada lakmus qırmızı olacaq. Spirtlər də indikatorlara təsir eləmir. Burada B bəndi aminlərdir ki, suda məhlulda qələvi mühit yaradır. 7-ci sualda hidrolizə uğrayır sözü var. Deməli, hidrolizə uğramayan, suda həll olmayan duzlar və qüvvətli əsas qüvvətli turşu olan duzlardır. Deməli, burada kalium 2, SO4 qüvvətli əsas qüvvətli turşudur. C bəndində barium xlor 2 qüvvətli əsas qüvvətli turşudur. D bəndində kalsium xlor 2 qüvvətli əsas qüvvətli turşudur. Y bəndində barium nitrat qüvvətli əsas qüvvətli turşudur. Deməli, doğru cavab B bəndi olacaq. 8-ci sualda lakmus qızarar şərti qoyub. Lakmusun qızarması üçün mühit turşu olmalıdır. Mühitin turşu olması üçün zəif əsas və qüvvətli turşu olmalıdır. Deməli, fəal metallar ola bilməz. Fəal metal olan cavabları çıxdığımızda C bəndi. 9-cu sualda tuş mühit
yaranar suallı tuş mühitinin yaranması üçün əsas zəif olmalıdır. Yenə də fəal metalların cavabları kənara qoyduğumuzda doğru cavab C bəndi.